Çox maraqlıdır. Amma naşirin çantası xüsusən maraqlıdır. Adətən məndən soruşurlar, eyni vaxtda bir neçə kitab oxumaq mümkünmüdür? Mən eyni vaxtda bir neçə kitab həm oxuya bilirəm, həm də ki, onları öz üzərimdə daşıya bilirəm. Son çıxan kitablar indi mənim çantamdadır, baxa bilərsiniz. Stoik bələdçisi çox gözəl kitabdır. Stoiklər mövzusunda mükəmməl bir kitabdır. Sizə qısa, amma qısa və anlamlı bir şəkildə stoikizmin nə olduğunu anladacaq. Salam verdikdən sonra nə edirsiniz? Erik Berin kitabı. Bu da psixologiya ilə bağlıdır, özünün inkişaf kitabıdır, əla kitabıdır, tövsiyə edirəm. İki yerli yazıçının da əsərləri, kitabları çantamdadır, onları da daşıyıram. Bir Oğuz Ayvazdır, bu onun ilk kitabıdır və onu mütləq oxuyacağım. Mənə maraqlıdır, müasir uşaqlar, gənclər necə düşünürlər. Və bu da bizim gözəl yazıçımız Şərif Ağayarın yeni kitabıdır. Rəng mühəndisi, onu da çantamda daşıyıram ki, və paralel şəkildə oxuduğum kitablardan biridir. Hələ ona başlamamışam, başlayacağam. Və eyni zamanda əlbəttə ki, yarıya çatdırdığım artıq Mələyin oyunu. Belə eyni vaxtda çalışın, bir neçə kitab oxuyun, zaman azdır. Amma kitablar çoxdur. Uğur olsun.